Salam əziz izləyicilər, bugün keçirilmiş 9 buraxılış imtahanının Azərbaycan dili suallarına bərabər şəkildə baxaq. İlk sual. Düzəltmə sözləri müəyyən edin. Burada cavab B variantı diləmək feilindən dilək, dayamaq feilindən dayaq, bəzəmək feilindən bəzək sözləri yaranır. Digər sözlər sadə sözlərdir, kələk, oyaq və qovaq sözləri. Adi azaltma və çoxaltma dərəcəli sifətlər 28-ci sualda ağ, adi, sarımtıl azaltma, tünd qırmızı çoxaltma dərəcəli sifətdir. 29-cu sual. Yenə sadə bir sual idi. Burada qı yazılır təbii ki. Digərlərində buruğun, yarpağı, qonağa, dağlar formasındadır. Yəni o yazılır. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Bunu tapmaq üçün biz xəbərə baxmalıyıq. Xəbər cəmdə olmalıdır. Xəbər cəmdə olan iki variant var. B və D variantı. D variantında fikir hamıya aiddir. Yəni ümumi şəxsli cümlədir. Cavab qalır B variantı. Onun nahaq yerə gözdən salıblar. Kim? Onlar, yəni bir qrup şəxs. 31-ci sual. Əmr cümləsi yoxdur bu cümlələrin içərisində. Yəni heç bir əmr cümləsi deyil. Ona görə D variantı uyğun deyil. Nəqli cümlədir bunların hər ikisi. D olanlar A və E variantları çıxardırıq. Qalır. Mən gələndə yağış yağırdı cümləsində. Mübtəda isimlər ifadə olunurdu. Yağış sözü mübtədadır. Yəni B uyğun gəlir. İkinci dərəcəli üzvlərdən yalnız biri işlənib. Nə zaman mən gələndə, bəli, burada da zaman zərfliyi var. 1 BC, 2 isə zərfliyin mənaca 2 növü işlənib. Mağazadan kitabı aldım. Daha doğrusu zərfliyin mənaca deyir. 2 növü işlənib. Baxaq, mağazadan aldım. Yer zərfliyi. Gələndə isə zaman zərfliyi. Mən sözü mübtədadır, burada ayrılır. Yəni iki zərflik var, zaman və yer zərfliyi. 2A ilk sözdə kim sualına, ilk söz cümlədə kim sualına cavab verir? Bəli, ikinci cümlədə mən sözü kim sualına cavab verir? C variantı. 32-ci sualda bir balaca boyu var, amma dam dolusu toyu var deyə bilərik. Yəni qarşılaşdırma bağlayıcısını artırmaq olar. Yəni cümlə belə fikirləşilir. Fikirlər qarşı-qarşıyadır. 33-də bağlayıcı və ədat işlənmiş sözləri soruşur. Əlbəttə modal sözdür. Bəs daha hər ikisi ədat. Ötürü qoşmadır. Məgər, məhz. Burada da ədatlar işlənibdir. Məhz ədatı var. Bir də məgər sual ədatı idi. Məhz isə dəqiqləşdirici ədat. O cümlədən iştirak bağlayıcısı, kaş isə arzu ədatı. 34-cü sualda mübtəda feili sifət tərkibi ilə ifadə olunub. Bu rəsmləri çəkən mənim böyük əmimdir. Kim bu rəsmləri çəkən? Bu bir yerdə tərkibdir. Digər variantlarda yayanları, kimi, bu söz söhbəti yayanları. Bu tamamlıqdır. C variantının ümumiyyətlə yaylağa qalxan zaman nə vaxt, nə zaman bu zaman zərfli olar. Yəni burada feil sifət yoxdur. Gələnləri qarşılamaq bu məsdər tərkibidir. Danışanlar sözü isə tək feil sifətdir. Yəni bu tərkib deyil. 35-ci sualda həmciz mübtədalı cümləni müəyyənləşdirmək lazımdır. Suallarına baxırıq biz. Böyükdə, kiçikdə meydana axışırdı. Kim böyük, kim kiçik. Həmcinsli sadalanır. Ona görə cavab E variantı. Digər variantlarda daşlı kəsəkli səhra. Hansı səhra? Bu təyindir. Dünəndən o nə yatırdı, nə dincəlirdi. Bu xəbərin həmcinsi idi. Bağçanı, həyəti, səliqəyə saldı. Haranı? Bu da tamamlıqdır. Nəyi zəngin vurulduğunu, nəyi müəllimin gəldiyini. Bu da tamamlıqdır. E variantı olur cavab. 36-cı sualda A variantı səbəb zərfliyidir. Yəni hərəkətin səbəbini bildirir. Digər variantda A variantı olanları silirik biz. A burada var, burada var. Əsmər xala pəncərəyə yaxınlaşanda nə zaman? 2-yə aiddir B. Bir ana içəriyə keçər-keçməz nə zaman? Bir də D-yə aiddir. Tərzini bildirir. Uşaq ayağını yerə dirəyib necə, nə cür, nə tərzdə. O əlləri qoynuna qoyub necə, nə cür, nə tərzdə. Bu isə cavab olur C variantı. Yəni qrammatika sualları sadə suallar idi. Mətn suallarına baxaq. Mətndə təlaş adlı bir mətn idi, sadə bir mətn. Bir suallara baxaq. Mətnə aid plan bəndi
hesab edilə bilməz. Ananın yalvarışları mətnin əvvəlində var idi. Hikmət orada səsə gəlir, səs eşidir. Balaca qızın çarəsizliyi, çünki çətin vəziyyətdə idi. Mənzərin xəcalət çəkməsinə səbəb uşağın əvvəl qoymurdu kömək eləsin. Bunlar da mətndə var idi hamısı. Ağır yaralanmaq söhbəti yox idi və Hikmət tərəddüd eləmədən qərar verir. Ona görə də cavab A variantı. Burada plan bəndi hesab edilə bilməz. 3-5. 38-də cədvəldəki nəticələrin doğru səbəblərini müəyyənləşdirin. Burada da 3-4-dür. Çünki mənzərin qəzəblənməsinə səbəb 3 idi. Hikmət quyuya düşmək istəyirdi. Lalənin anasının Mənzərə təşəkkür etməsinin səbəbi isə Hikmət kimi quyuya düşməkdən qorxmayan qoça oğlan böyütməsi idi. Digər variantlar uyğun gəlmir. Yəni 3-4 doğru fikirdir. 39-cu sualda kontekstdəki mənalarda işlənmiş cümlələri soruşur. İşləmək sözü mətndə də iş görmək mənasında mədəndə işləyən, əkinçilərin işləməyi də eyni mənadır. Bir də orada ipi bağlamaq var idi, səhv eləmirəmsə. Bağlamaq orada həqiqi mənada. Yəni bağlamaq sözü burada da 5-də ipi bağlamaq, yəni bu mənadadır. Eyni bağlamaqdan söhbət gedir. 40-cı sual. Özünü itirmiş, üçbucaq özünü itirmiş idi. Kvadrat isə acığı tutmaq. Özünü itirmək 1-a uyğun gəlir. Məcazi mənadadır. Frazeoloji birləşmədir. Çətin vəziyyətdə nə edəcəyini bilməmək deməkdir. Cin atına minməkdən sinonimdir. Eyni mənadadır. Acığı tutmaq, bəli. Bu da uyğun gəlir. Həqiqi mənada deyil, məcazi mənadadır. 1-5. 41-ci sualda hansı cümlələr mətndən çıxarsa məzmununa xələl gəlməz? Dialoqdan əvvəlki cümlələri çıxarsaq, məzmuna xələl gələr. Yəni, cümlələrdən əvvəlki fikir danışığa baxaq biz. Yəni, burada fəhlənin dediyi sözlər, məsələn, biz bunu cümlədən çıxarsaq, bilmərik ki, bu sözləri kim deyir, bu dialoqu, bu sözləri. Bunu ola bilməz. Bundan əlavə, yenə, Hikmətin dediyi sözləri bilmərik ki, Hikmət deyir bu sözləri, yoxsa yox. Bu da ola bilməz. 1-3 olan variantlar deyil. Cavab qalır 2-4. Yəni, bu formada tapa bilərik. 4-də Mənzər bir söz dedi, demədi, yəni bu bir rol oynamır. Ardı ilə demək olar ki, Hikmət belinə kəndir bağlayıb quyuya salladılar. Hikmətin belinə daha doğrusu. 2-də quyunun dərin olmamağı da, onsuz da ondan sonraki cümlədə qeyd olunurdu. Divarın darlığı və quyunun içində olan su uşağı bərk əzməyə qoymayıbdır. Yəni, bu da səbəb olaraq götürülə bilərdi. Məzmuna xələl gəlməzdi. 42-ci sualda doğru və yanlış cədvəlidir. Mənzər Hikmətin təklifinə əsasən quyuya yaxınlaşır və baş verən hadisədən xəbər tutur. Bəli, əvvəldə Hikmətin sözlərinə görə yaxınlaşır. Mənzər Hikməti quyuya düşməyə sövq eləmir, hətta dartır ki, düşmə. Bu yanlış fikirdir. Uşağa laqeyd münasibət göstərmirlər, çünki sevinirlər, təbrik edirlər. Hamısı razılıq edir, belə deyim. Yəni, yanlış fikir kimi götürə bilərik bunu. 4 isə bəli, quyunun ağzının ensiz olmağı və yaxud da yazılmışdı ki, dar idi. Bu doğru fikirdir deyə bunu götürə bilmərik. Cavab olur 1-3. Mətnə əsasən obrazlarla bağlı doğru fikirləri müəyyən edir. Hikmət anasının etirazına baxmayaraq öz köməyini təklif edir, bəli. Mənzər istənilən vəziyyətdə oğluna arxa durmur, çünki kömək etmək istəyəndə icazə vermir. Hikmətin cəsarəti, balaca qızı xilas etməsi insanlar tərəfindən rəğbətlə qarşılanır. Doğru fikirdir. Bu da mətndə var idi. Mənzər ən sonunda pərt olur, xəcalət çəkir. Çünki əvvəlcə oğluna razılıq vermirdi. 4-də doğru fikir. Hikmət Lalə üçün narahatlıq keçirsə də anasının sözündən çıxa bilmir. Fikri səhv idi, çünki anasının sözündən çıxır. Mətndəki əsas fikir ən sonda 5-də var. Cəsarət heç qorxmamaq deyil. Qorxuya baxmayaraq özünü təhlükəyə atmaqdır. Burada da görürük ki, yəni təhlükəyə atanlar var idi özləri. Çətin vəziyyətdə olsa. Təhlükəni isə saymaq yox, onun haqqında tədbir görmək lazımdır. Onun haqqında tədbir görəndə, məsələn, fəhlərini misal göstərə bilərik da. Tədbir gördü. Yəni, bu formada düşmək olar. Quyu ensizdir. Kimsə düşməlidir əvvəlcə. Cədvəl olan suallara baxmamışam. 46-ya baxım. Elə hərəkət et ki, sonra utanmayasan.
deyimini mətnlə əlaqələndirib fikirlərinizi yazın. Mətndə də gördük ki, belə əlaqələndirmək olar ki, mətndə də mənzər öz oğlunun qolundan dartır, ona icazə vermir, sonra da etdiyi hərəkətdən utanır. Ən sonda da onu təbrik eləyəndən sonra, təbrik deməkdə, xoş sözlər deyiləndən sonra utanır. Yuxarı Gövhər Ağa məscidinin suallarına baxaq. Doğru fikirləri müəyyənləşdirin deyir. Bir dəqiqə. İnteryeri məhv edilmişdi Yuxarı Gövhər Ağa məscidinin. Interyer daxili dizaynıdır. Bəli, daxili hissəsi məhv olunmuşdu. Burada qeyd olunur. Bir doğru. Bir çox memarlıq abidələri 1-ci Qarabağ müharibəsində vandallardan xilas olmur. Əksinə dağıdılır orada 1-ci Qarabağda. 2-ci Qarabağ müharibəsində xilas olur. 2 səhv fikirdir. Bir də burada 4 də səhv fikir idi. Çünki Şuşa qalasının divar rəsmləri yox. Məscidin divar rəsmləri idi. Yuxarı Gövhər Ağa məscidinin. Ona görə 4 də səhvdir. Qalır 1-3. 3-də isə biz memarlıq abidəsi əsasında Şuşa şəhərinin yaradılması tarixi haqqında məlumat ala bilərik. Çünki Şuşa qalasının banisi və Qarabağ xanlığının banisi. Burada Qarabağ xanlığının banisi deyirsə, o dövrə aiddir da demək ki. Həm də belə bir şey demək olar ki, 1750-ci ildə tikilmişdir. Ən qədim tikilmiş məsciddir. Tikilmiş şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Yəni Şuşa şəhərinin də o dövrlərə aid olduğuna 18-ci əsrdə. Yəni yaradılma tarixi haqqında belə məlumat ala bilərik. Başqa. Növbəti sual. Doğru və yanlış. Yenidən tikilmir, bərpa olunur. Ona görə bir səhvdir. Divarları rəsmlərlə bəzədilmişdir. Bəli. Qeyd olunur ki, burada Yaşayıb yaratmış Mir Möhsün Nəvvab tərəfindən işlənib onun divar rəsmləri. 2 doğru. Bir də 3. Yanlışın altında isə yanlış fikir seçməliyik. Yanlış bu nəyə görə yanlışdır? 3-cü cümə məscidi deyil. 4-cü və 5-ci səhv eləmirəmsə yazılıbdır ki, 3-cü məscidin yerində Şuşanın 4-cü və sonuncu cümə məscidi inşa edilmişdir. Ona görə də yanlışın altından 3-ü götürə bilərik. Və 4 doğru fikir idi, o da var idi mətndə. Yenidən məscid tikdirmişdi, bu var. Yəni doğrunu götürə bilmərik yanlışın altından. 49. Erməni vandallarının abidəni dağıtması mənasında bir də dağıtmaq sözünü soruşurdu, səhv eləmirəmsə, dağıtdı. Erməni işğalçıları dağıtdı abidəni, bir də Söyüd körpünü dağıtmışdı. Bu eyni mənadır, yəni fərqli məna deyil. 3. Əsarət sözü. Mətndəki əsarət həqiqi mənadadır. Baxaq əsarət sözünə də. Erməni əsarətindən, yəni asıllıq deyə əsarət həqiqi mənadadır, amma burada məcazi yazıb, ona görə üstə səhvdir. Cavab qalır 2, 4, 5. Müharibənin gedişi məcazi məna idi. Gediş sözü. Müharibənin gedişi olmalı, səhv eləmirəmsə, bəli. Buradakı mətin, amma daha doğrusu şeir parçasında olan mətin gəlişin istər aşiq, heç istəməz gedişin. Bu həqiqi mənadadır, fərqli mənadadır. 4-də inci sözü, mətndə işlənən mənası məcazi mənadadır. İnci mənası, memarlıq incilərindən. İnci sözünün həqiqi mənası isə burada qeyd olunan mənadır. Daş-qaş, qiymətli daş mənasında. Bağışlamaq sözü, həqiqətən hədiyyə etmək mənası son cümlədə qeyd olunmuşdur. Həkim xəstəyə yeni həyat bağışlanmışdır, məcazi məna sayılır. 50-ci sual. Yəni, bu da asan sualdır. Qamışdan məscid tikdirən Pənahəli xan idi. Əvvəldə qeyd olunmuşdu. 2-ci abzası olmalıdır, səhv eləmirəmsə. Qamış, bu hissə. Daha sonra Şuşa qalasının qurucusu da Pənahəli xandır. O da banisi. Şuşa qalasının banisi. Bax, bu hissələrdir. Bayaqki sualda da bunu deyirdim ki, yəni Şuşa qalası banisi Pənahəli xan idi. O dövrə aid Şuşanın o dövrdə yarandığını təxmin eləmək olar. Hər ikisi memarlıq abidəsi inşa etdirir, ortaq xüsusiyyət idi. 2 mərtəbəli qoşa minarəli bina tikdirir. Bu Gövhər Ağaya aiddir. Burada qeyd olunur, o da 2 mərtəbəli bu hissə.
Ciddi ziyan vurulur, bəli. Ciddi ziyan vurulur. O da Gövhər ağa qeyd eləyir bu dəqiqə. Şuşanın işğalından sonra zərər çəkdi deyib, burada ciddi ziyan vurulur da, belə deyim. 51-ci sual. Ardıcıllığı müəyyənləşdirin. Ardıcıllıq 1, 4, 3, 2, 5. Ardıcıllıq məscid əvvəlcə inşa olunur. Sonra sonuncu məscidin memarı haqqında məlumat verir. Sonuncu məscidin memarı o Gövhər ağa. Daha sonra işğalın ağır nəticələri, məscidin zərbələri olması, belə vandalizmin qurbanı olması, 2020-ci il düşməndən qurtuluş, təntənəli açılış isə ən sonuncu abzasa aiddir. Nömrələnmiş hansı cümlədə fikrin özündən əvvəl səbəbi verilmişdir? Bu biraz qarışıq sualdır, çünki əvvəlki cümlədə verilmişdi yazılsa daha düzgün olar fikrimcə. Çünki 4-də yazılıbdır ki, yuxarı Gövhər ağa məscidi erməni vandalizmindən zərər çəkdi. Səbəbi Şuşanın işğalından sonra şəhərdəki abidələrimiz ermənilərin dağıtması idi. Yəni ermənilər dağıdır abidələri. Nəticədə də yuxarı Gövhər ağa məscidi daha doğrusu zərər çəkir. Amma 5 də uyğun gəlir əslində. Minarələrin zədələnməyinə səbəb də ermənilərin ziyan vurmasıdır. Fikrimcə burada 4-5 hər ikisi uyğun gələr. Özündən əvvəl səbəbi verilmişdir qeyd olunan. Özündən əvvəlki cümlədə səbəbi verilmişdir desək, cavab 4 olardı. 53-cü sual. Çərçivə daxilində verilmiş sözün kontekstə görə mənasını müəyyənləşdirin. Vandalizm mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsidir. 54-cü sual isə bu, belə deyim də, mətnin giriş hissəsinin sonuna artırıla bilən cümlədə. Girişin sonu ilə əsası əlaqələndirən. Burada da məscid haqqında məlumat verir. Yəni, həmin dövrdə kimisə göstərişin demək olmaz. Çünki adam adı 1-ci abzasda qeyd olunmayıb, giriş hissədə. Yenə də inşası haqqında burada məlumat verilmir, xüsusiyyətləri haqqında məlumat verilmir. Məscid 2 qapıya malikdir idi. Bunu da girişdən əsasın ortasında yazmaq olmaz. Amma məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən abidə kimi, tarix mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır fikri buraya yazmaq olar. Ən qədim məsciddir, qeydiyyata alınmışdır. Bax, bu hissəyə yazmaq olar. Girişin sonu, əsasın əvvəli. Əlli-beş, 56-cı suallar cədvəldən bağlı suallardır. Cədvəlini də bilmirəm, uşaqlar atarsa onun da izahını paylaşaram. Hər birinizə uğurlar.